Təbii vasitələr bəzən ən güclü köməkçimiz olur. Cəfəri, sarımsaq və limon qarışığı uzun illərdir xalq təbabətində istifadə olunan faydalı reseptlərdən biridir. Videoya keçməzdən əvvəl kanala abunə olub, bildirimləri açmağı unutmayın ki, yeni videolardan birinci siz xəbərdar olasınız. Bu qarışıq xüsusilə ürək damarlarını təmizləyir, damarların tıxanmasının qarşısını alır. Qan dövranını sürətləndirir və gücləndirir. Orqanizmdə yığılan artıq mayenin xaric olunmasına kömək edir. Böyrəklərin yükünü azaldır və sidik qovucu təsir göstərir. Qaraciyərin fəaliyyətini və metabolizmanı dəstəkləyərək qaraciyərdəki piylərin əriməsini sürətləndirir. Bədəni toksinlərdən təmizləyir. Dəriyə daha sağlam və parlaq görünüş verir. Yorğunluq və halsızlığın azaldır. Bəs bu qarışıq necə hazırlanır? Lazım olan məhsullar: 10-12 saplaq cəfəri, 1 diş sarımsaq, 2 yemək qaşığı limon suyu və yarım stəkan su. Cəfərini yaxşıca yuyun, sarımsağı təmizləyin. Cəfəri və sarımsağı blenderda xırdalayın. Üzərinə limon suyu və su əlavə edin. Hamısını yaxşıca qarışdırın. Gün ərzində yeməklər arasında 2-3 xörək qaşığı içmək məsləhətdir. İlk 3 gün qarışıq sarımsaqla birlikdə istifadə olunur. Növbəti 3 gün sarımsaq əlavə olunmadan istifadə edilir. Son 3 gün yenidən sarımsaq əlavə edilərək hazırlanır. Beləliklə, müalicə 9 gün davam edir. Bəs zərəri varmı? Hər təbii vasitədə olduğu kimi. Bu qarışığı istifadə edərkən diqqətli olmaq lazımdır. Aşağı təzyiqi olan insanlarda təzyiqi daha da sala bilər. Mədə və bağırsaq problemləri olan şəxslərdə narahatlıq yarada bilər. Hamilə və xroniki xəstəliyi olan insanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Bundan başqa kiçik bir məsləhət. Qarışığın təsirini artırmaq üçün bu dövrdə yağlı və çox duzlu qidalardan uzaq durmaq, daha çox su içmək və hərəkət etmək faydalı hesab edilir. Daha faydalı məlumatlar üçün abunə olub kanala keçid edə bilərsiniz.